qadınla ailə qurarsan, sevsən? Yox. Sıfırdan olsa yəni yaxşıdır, təmiz, namuslu. Düzdür, o da yəni həyat da ola bilər, amma mən Elə bir sıfır probeqlə maşınıza da alır. Bəs özünüzün işlənmişliyinizdən danışan yoxdur. Heç qız uşağı adı ilə gəzib hoqqa verən qızlardan danışan yoxdur. Hələ biri də deyir sıfırdan özü. Ayıb deyə valla. O qədər insanlar tanıyıram ki, normal yaşayırlar, tanışlar var, ikinci dəfə ailə qururlar. Yəni hamısını şamil etmək düzgün bir şey deyil. Qız uşaqları da o qədər var, gəlirlər universitet adıyla, hoqqalar verirlər. Heç barları ümumiyyətcə danışmırıq. Hamısı internetdə göz qabağındadır, hamısı cavan-cavan uşaqlar, qızlar. Bizim 90-cı illərin uşaqları valla süzünkilərinin, indikilərin yanına toya gediləsidir, toya gediləsidir. İstəyirsiniz gəlin ağzınıza gələni yazın kommentlərdə. Kör, gör. 6 yaşına kimi tərbiyə görübsə olar. 6 yaşdan sonra uşağın böyümə vaxtına kimi çıxıb gedir. Çətin amma.